Salam müəllimlər, bugün mən sizə yenə test bankımızdan isimlə bağlı bir neçə test nümunəsinin izahını verəcəm. Onu qeyd edeyim ki, test bankımız həm MİQ, həm sertifikasiya üçündür və test bankında teorik, yəni nəzəri suallar qəti şəkildə yoxdur. Yalnız və yalnız praktik suallardır. Əsasən boşluq doldurma, yəni gap-based questions və digər suallarda sentence-based, yəni cümlə əsaslı suallardır. Amma ki, e, nəzəri, yəni teorik suallar yoxdur və bir də onu qeyd edim ki, test bankından sonra test bankına uyğun sırf onu ödəyə biləcək qrammatika kitabı da bu il işıq üzü görəcək və demək olar ki, bütün praktik sualların qrammatik izahları test bankında öz əksini tapacaqdır. Yəni siz məsələn tutaq ki, bu sual vermək istəyirsiniz, birinci sualı. Siz elə açıb bu grammar bookdan deməli onun izahını oxuya biləcəksiniz. Yəni ona görə də test bankı ilə kitab demək olar ki, bir-biri ilə tam şəkildə vəhdət təşkil edəcəkdir. Deməli, birinci sualımızdan gəlin başlayaq. Boşluq doldurma ilə bağlı bir nümunədir. She gathered substantial but inconclusive. Deməli, bu sualda bir uzaqdan nəzər yetirsək görürük ki, bu sualımız əslində alınma sözlərin cəmlənməsi ilə bağlı olan bir nümunə. Yəni, bildiyimiz criterion, criteria, datum, data, phenomenon, phenomena, yəni bunlarla bağlı bir nümunə. Onu qeyd edeyim ki, bir istisna bir vəziyyət deyəcəm sizə. Bəzi mənbələr qeyd edir ki, data sözü ilə media sözü həm cəm isimdir, həm də sayılmayan isimdir. Yəni, data həm they are, həm də it is kimi götürmək olar. Niyə? Həm uncountable noun kimi götürülə bilir, həm də cəm isim kimi götürülə bilir. Bu zaman sual ortaya çıxır. Bəs bunun altında yatan səbəb nədir? Yəni, niyə bu həm cəm isim, yəni data sözü nə olur ki, həm cəm kimi, həm də sayılmayan isim kimi götürülür? Birinci səbəb odur ki, bu sözün içərisində iki söz var, gizli olan. The first one, facts. Yəni, data sözünün içərisində fakt sözü var, faktlar. Məsələn, deyir ki, o əhəmiyyətli miqdarda faktlar topladı. She gathered, she collected substantial data on phenomena. Yəni, hadisələrlə bağlı əhəmiyyətli dərəcədə, miqdarda nə elədi? Faktlar topladı. Deməli, burada faktdan söhbət gedir. Bir mənası da bildiyimiz sayılmayan isim olan information sözüdür ki, bilirsiniz ki, information sözü uncountable noundur. Heç vaxt cəmlənmir. Qarşısında article olmur ki, sayılmayan isimdir. İndi qısacası bu söz həm information, həm də facts kimi deməli qəbul edildiyinə görə bu isim həm uncountable, həm də plural noun kimi götürülə bilər. Bu nöqteyi nəzərdən ki, onu qeyd edeyim ki, necə ki, ingilis dilində bir sözün təkdə və ya cəmdə olduğunu onun quruluşundan bilmək olar və yaxud da ki, mən bir ismin sonuna s gətirməklə o ismi cəmləmək olar. Məsələn, deyək ki, girl, girls, book, books, car, cars. İndi, deməli, bu sözdə gördüyünüz kimi alınma sözdür. Düzdürmü? Datum. Baxın, ingilis dilində alınma sözlərdə təkliyi göstərən xüsusi göstəricilər var ki, bunlar morfem adlanır. Məsələn, datum, bunu deyirəm. Ondan sonra phenomenon, bu da singularity bildirən morfemdir. Datum, phenomenon. Gördünüz? Yəni bunlar
təkliyi göstərən göstəricilərdir. Və bunların cəm forması sondakı UM, düşüb əvəzinə bu şəkilçinin gətirilməsi ilə düzəlir. Baxın, datum, singular noun, data, plural noun, phenomenon, singular noun, phenomena, plural noun. Gördünüz? Artıq plurality, yəni cəmlədiyimiz zaman sonuna şəkilçilər gətiririk. Baxın bunları. Deməli, əslində bu cəmliyi bildirir. Düz, məsələn, bəzi mənbələrdə data deməli sözündə ta olaraq yazırlar. Məsələn, belə qeyd edirlər daha doğrusu. Bu şəkildə, amma əslində o şəkilçisi budur. Data, phenomena və bunları təbii ki, əvəz eləsək ikinci cümlədə they were inconclusive olacaq. Və bu isim sayılmayan isim kimi götürüləndə də o zaman it was kimi olacaq. Datum, she gathered substantial datum on phenomenon, but it was inconclusive. Yetərincə topladı, amma deyir, nəticə vermədi. Düzgün cavabımız 1-3-dür. Bəs ikinci səhvi nədir? Datum singular noundur, countable'dır, article yoxdur. O zaman articlesız olmaz. Ona görə səhvdir. Dördüncü də deməli, yenə phenomenon countable'dır, singular noundur və article mütləqdir və olmalıdır. Articlesız mümkün deyil. Ona görə düzgün cavabımız 1-3 Y variantı olacaq. Gəldik digər sualımıza. Deməli, digər sualımızda yenə gəlin bir qısaca gözdən keçirdək. Deməli, deyir ki, əsas bunu dayarayalaq, rəngləyək, çünki önəmlidir. Ondan sonra oxuyaq. Trollops novels are more entertaining than... Bundan başlayaq indi. Deməli, İngiliscəsində belə bir qayda var. Əgər yəlik halda olan isimlərin veya isimləri sifətin müqayisə dərəcəsində veririksə, ki, bunu qeyd edeyim ki, akademik writinglərdə cümləni more academic edən cümlələrdən biri elə budur. Yəni, yəlik halda olan isimlərin müqayisə dərəcəsində işlənməsi. Çünki cümləyə həm cümlə uzanır, həm də cümlədə akademik bir struktur yaradır. Məsələn, deyir ki, burada diqqətlə baxsaq görərik ki, yəlik haldan sonra gələn ismimiz cəmdədir. Novel. Yəni, novels sözü cəmdədir. Düzdürmü? Və cümləmizdə yenə more entertaining məsələn burada verilib. Bu da artıq məlumdur. İndi, ikinci tərəfdə vəndən sonra mən nə istifadə edəməm? Ən çox istifadə olunur bu. Than, that of birləşməsi. Than, that of. Ən çox bu istifadə olunur. That of, those of istifadə olunur. Bəs indi bunu mən hardan bilməliyəm ki, burada that of mu istifadə olunmalıdır, yoxsa ki, those of mu istifadə olunmalıdır? Bunun açıqlaması belədir ki, deyir ki, vəndən əvvəl gələn cümlədə, ki, bu baş cümlədir, ki, bu mürəkkəb cümlə yaradır əslində, birinci hissə yəni. Birinci hissədə burada isim yəliyin tərkibindəki isim, yəni novels sözündən söhbət gedir. Cəmdədirsə, vəndən sonra those, təkdədirsə that istifadə olunur. Təkrar deyirəm. Vəndən qabaq gələn cümlədə yəliyin tərkibində olan isim təkdədirsə, then, that of istifadə olunur. Cəmdədirsə, then, those of istifadə olunur. Bu qaydadır. Bunu dəyişmək olmur. İndi, bizim bu cümləmizdə də baxan kimi görürük ki, ismimiz cəmdədir. O zaman, automatically, that nə olur? Düşür.
Deməli, 1 ola bilməz. Mümkün deyil. Düzdür? Onu qeyd edeyim ki, vəndən sonra heç bir zaman apostrophe s istifadə olunmaz. Amma hansı halda? Bu formada. Vənin, vətin, ofun içində. When, that, of plus apostrophe s. Heç vaxt olmaz. When, those, of plus apostrophe s. Heç vaxt olmaz. When that, when those of. Bunların içində apostrophe s, apostrophe. Bunlar heç bir zaman istifadə olunmur. Səbəb? Çünki onun içərisində onsuz da of var. Gərək yoxdur. Baxaq. 1 olmaz. 2 olarmı? Olar. Çünki then, that of, those of burada yoxdur. O zaman təkcə yəlik formasını vermək olar. 2 düzdür. Burada problem yoxdur. Ki bilirsiniz ki, sonu s-lə bitən deməli isimlərin yəlik halı 2 formada olur. Ya apostrof s, apostrophe s ya da just apostrophe. Yəni sadəcə apostrofla düzəlir ki, düzdür, yəni problem yoxdur burada. Vəndən sonra və ya başqa bir şey deyə bilərəm. Yəlik halının tərkibində heç vaxt əvəzləyici sözlər istifadə olunmaz. One, ones. Mümkün deyil, yəni olmur bu. Bu da olmaz. Dördüncüdə. Novels sözü cəmdə olduğuna görə nə olmalıydı burada? Those of Dickens olmalıydı. Bu da düzdür. 4 düzdür. 5-də. Əgər qayda var. Vənin solu yiyəlikdirsə, sağda yiyəlik olur. Vənin solu adlıqdırsa, sağda olur. Ya amma tərsi dediyim adlığa yiyəlik, yiyəliyə adlıq vermək olmaz. Burada yiyəlikdir. O zaman 5-dəki adlıq nədir? Yəni yiyəliyə adlıq vermək olmaz. Yiyəlik hala yiyəlik hal, adlıq hala adlıq hal vermək lazımdır. Bu mütləqdir. Bu ola bilməz. Deməli, 1, 3, 5 gedir. 2, 4, gələk 6-cı. 6-cı ola bilərmi? Ola bilər. Çünki biz canlı isimlərin yiyəlik halını apostrophe s və yaxud da ki, ovla verə bilərik. The novels of Dickens. Yəni, burada problem yoxdur. Götürmək olar. 7-də yenə yiyəlik halda vermək olar ki, zaten 6 ilə 7 əkiz qardaşdır. Problem yoxdur burada. 8-də those of. When, those of. When, that of. Bunlardan sonra heç bir zaman deməli apostrof s və apostrof gəlməz. Çünki onların tərkibində onsuz da bunlar var. Ehtiyac yoxdur. Düzgün cavabımız 2, 4, 6, 7. 4 düzgün variantımız var. Gəldik növbəti sualımıza. Which of the following variants is correct? Hansı deyil doğrudur? Bir də onu qeyd edeyim ki, deməli qayda var ki, sonu s-lə bitən isimlərin yiyəlik halını verəndə o iz kimi tələffüz olunur. Məsələn, Dickens's novels sonra bu diqqətli olarsınız. Bu tələffüzü belə olur. Dickens's novels. Yəni burada iz kimi tələffüz olunmalıdır. Dickens's. Gəldik buna. Baxaq. Deyir ki, when I visited to Jackson's house, the children were building a puzzle. Deməli, burada problem yoxdur. Çünki soyadları cəmləyəndə s deməli içəridə apostrof çöldə olur və önünə gətirilir. Mühəndislik artiklı qoyulur. The Jackson's house. When I visited the Jackson's house, the children were building a puzzle. Deməli, burada da yenə problem yoxdur. Çünki the children were building. Yəni xəbər cəmdədir, çünki isim cəmdədir. Solving jigsaw puzzles is their preferred activity. Deməli, burada onu qeyd edeyim ki,
Jigsaw Puzzles. Əslində bu oyunun adı məsələn bəzi mənbələrdə Jigsaw yazılır, bəziləri puzzle yazır. Məsələn bəzi mənbələrdə Jigs Jigsaw Puzzle yazır, bəziləri Jigsaw Puzzles. Amma onu qeyd edeyim ki, bu bildiyimiz bu draughts, nə bilim tenis sözü deyil ha. Yəni orada məsələn sonundakı s təkliyi bildirir, xəbər təkli olmalıdır. Bu isim, bu sözün özü Jigsaw Puzzle-dır. Aktivitenin adına amma s də əlavə eləmək olur. Yəni bu əslində cəmliyi bildirir. Yəni they'dir əslində onun adı. It is deyil. Çünki bildiyimiz o tennis, dominoes, draughts-dakı o quruluş deyil yəni bu. Bu isim cəmdədir. Amma bunu təklik də edən önündəki solving sözüdür ki, biz bilirik ki, gerund hər zaman ismi tək formaya salır. Yəni onu itə çevirir. Solving jigsaw puzzles is. Niyə görə? Çünki burada deməli ismin önündə nə var? Daha doğrusu gerund var. Deməli solving is their preferred activity. Onların deməli üstün tutduqları aktivitedir. They complete one weekly. Yəni həftədə deyir birini doldururlar. Deməli A-da görürük ki, nə var? Yiyəlik var. Ondan sonra deməli isimlə xəbərin uzlaşması var. Yəni bir testin içərisində bir neçə qayda var. Onu əsasən bunun üzərində dururam. Cəmi tək gerundla tək formaya dəyişmə var. Hər şey qaydasındadır. B variantında. Deyir ki, when I visited Mr. Jackson's house, the children were building a puzzle. Solving jigsaw puzzles is their ola bilməz. Axı, burada Mr. deyir. O zaman burada the yox, his olmalı. Yiyəlik problemi var. Əvəzliyi daha doğrusu. C-də yiyəlik hal qoyulmalıydı. Çünki iki isim yanaşı gələndə yiyəlik qoyulur. D variantında yenə görə problem varmı? Solving olduğuna görə are yox, is olmalıydı. D variantında yiyəlik, cəmlik içəridə yiyəlik içində olmalı. Düzgün cavabımız A variantı.